Naxçıvanda bu dəqiqə yollarla bağlı, infrastrukturla bağlı vəziyyət nə yerdədir? Yəni köhnə Dədə-Baba bildiyimiz dəmir yollarıdır, yollardır, yoxsa yəni həqiqətən yenilənmə var orada hal-hazırda? Naxçıvanın dəmir yolları ilk olaraq 1908-ci ildə açılıb. Bu İrəvan, Uluxanlı, o vaxt Noraşen, indiki Şərur, Naxçıvan, Culfa dəmir yolu idi. Bu digər istiqamət, Ələtdən Culfaya olan istiqamət isə 1941-ci ildə Lend-Lizlə bağlı açılıb. Bunda Antanta ölkələri Sovet hökumətinə yardım edirdi ki, Alman qoşunlarının işğalının qarşısını alsın və bu yollar yetərincə böyük bir dövr keçib, onu təkmilləşdirməyə ehtiyac var və bu yöndə də qərar da var. İlkin olaraq Ordubaddan üzü Ermənistan sərhədi istiqamətində tikinti işləri başlayıb. Mövcud xətt 188 kilometrlik bir xəttdən söhbət gedir. Onun təkmilləşdirilməsi gündəmdədir və düşünürəm yaxın zamanlarda artıq aktiv işlər başlayacaq. Bəs indi hal-hazırda onda iş görülmür Tikinti gedir Ordubaddan üzü Salam Mələk stansiyasına. Hə, bir dənə gedir orada. Orada gedir. Bax, məsəl üçün, indi bu dəqiqə hal-hazırda çox böyük infrastruktur işləri Qarabağın özündə gedir də, belə baxanda. Qarabağda bax, bildiyimiz hansı ki, Zəngəzur yolu aydın məsələdir, boyu tikilir. Bəs nəsə ona paralel nəsə bir şey, alternativ kimi və yaxud da o yola qoşula biləcək nəsə əlavələr, tikintilər gedir, yoxsa sadəcə olaraq bir yol üzərində qalacaq? Transkafqaz dəmir yoludur. Hansı Transkafqaz? Ələt-Poti. Ələt-Poti, hə. Hə, yox, bunu qoyuram qırağa. Sualınızın cavabı gəlir. Onları əlaqələndirən yol olmalıdır. Yəni, Gürcüstan istiqaməti, Ermənistan istiqaməti, bunların tən ortasında Qarabağ və Şərqi Zəngəzur yerləşir. Və orada Yevlaxdan Ağdam, Xankəndiyə dəmir yolumuz ki var, hansı ki Ağdama kimi tikilib, Xankəndi çox güman bu ilin sonuna kimi hər halda istifadəyə veriləcək. Ağdam hazırdır, değil mi? Bəli, Ağdama hər 6-cı gün qatar hərəkət edir. Nə gözəl. Mən tövsiyə eləyərdim ki, gedəsiz və çox müasir İsveçrə istehsalı olan qatarlar hərəkət edir. Super. Digər istiqamət üzrə demək VTG stansiyasına Bəhrəmtəpədən üzü Ağcabədiyə qədər olan dəmir yoludur. Bu Ağcabədi ilə Ağdamın əlaqələndirilməsi Ağcabədinin baş planında bu qeyd olunub. Bu bizə nə verəcək? Bu iki dəhlizi əlaqələndirəcək. Müəyyən risklər olanda artıq Hacıqabulu görmədən buradan getmə imkanı yaradacaq və yaxud əksinə bu istiqamətdən, cənubdan gələnlər üzü Qaradənizə ikinci bir çıxış əldə edəcək. Həmçində Qarabağda yeni bir istehsal müəssisələri yaradılır. Onların da xarici bazarlara, xarici limanlara çıxışı artıq daha qısa çıxışı təmin olunacaq.